Bizə bəzən lazım olur ki, hər hansı bir başqa səhifənin kontentini öz hal-hazırki səhifəmizdə göstərək. Yəni ki, həmin səhifəyə getmədən o səhifənin içində nə var, onu görmək istəyə bilərik və səhifəmizdə göstərmək istəyə bilərik. Bunun üçün biz iframe taqından istifadə edirik. Bunun üçün iframe yazıram, bağlayıram və bizim taqımız yaranmış olur. src adında atributumuz var, hansı ki, biz əgər hansı səhifənin kontentini burada görmək istəyiriksə, onun adını burada yazırıq. Əvvəlcə index.html faylımızı işə salaq. Hal-hazırda bu boşdur gördüyünüz kimi və bu iframe taqının yerləşdiyi hissədir. Mən onu əgər buradan silsəm, səhifəmiz əvvəlki kimi bomboş olacaq. Və mən iframe-də, yəni index.html səhifəmdə info.html adında səhifəni göstərmək istəyirəm. Hal-hazırda belə bir content əlavə eləmişəm ona. Heading text adında bir başlığı var və bir neçə dənə də paragraf var içində. Və mən bunu ayrıca götürüb tab şəklində açmaq əvəzinə burada div serverını açanda bu şəkildə açmaq əvəzinə mən onu buradakı index.html-in içində göstərmək istəyirəm. Bunun üçün nə edirik? iframe-ə həmin səhifənin adını yazırıq, faylın adını yazırıq, daha doğrusu info.html və bura girdikdə görürsünüz ki, info.html-in kontenti bura əlavə olunmuş olur. Ancaq bunun genişliyi və hündürlüyü çoxaldı, mən bunu biraz böyütmək istəyirəm. Bunun üçün bizim height adında atributumuz var, hündürlüyü düzəltmək üçün və bir hündürlük əlavə eləmək üçün buna. Width adında genişliyi idarə eləmək üçün bir atributumuz var. Mən 100% olmağını istəyirəm, yəni bütün səhifəni tutsun genişliyin. Hündürlüyün isə deyək ki, 800 piksel olmağını istəyirəm. Piksellə yazanda sadəcə olaraq burada 800 yazmağımız kifayətdir. Və gördüyünüz kimi 800 piksel hündürlüyündə və 100% genişliyində bir iframe-imiz var və onun içində də info.html-in kontenti görsənir.